Assalamu aleykum əziz dostlar, gözəl zakatalarımız. Dostlar, gözəl talamızın tam story'dən 100-150 metrə aşağıda gördüğünüz bu möhtəşəm evlər satışa çıxıb. Dostlar, 6 qəşəng hündür, güclü rigerdən tikilib, kəmərləri, ətrafı sizə göstərəcəm. Həyətində qəşəng belə bir dənə baseniyası. 3 ton yarım, 3 ton 700, kanalizasiyası. Həyəti də var. Maşın girmək üçün, çıxmaq üçün hər şey, oturub çay çörək yeməkdən ötürü çox qolaylıdır. Bir dənə inşallah içəri girincə sizə göstərim. Qazı, suyu, işığı daimadır. Baxın dostlar, kolona baxın. Ev sahibi bu evi özündən ötürü tikib, satmaq fikri ilə yox. Nəsə fikrini dəyişib, deyir ki, Ramiz, inşallah satası oldum deyə. Və altda betona baxın. Gör nə betonu var. Gör necə bərk betonu var dostlar. Baxın bir dənə. Çox gözəl, çox möhkəm tikilən evlərdir. Bax, 3 yerdən kəməri, kolonları. İnşallah əziz dostlar, indi evin altına girib. Evin altına girirsən, evin altında ad günləri, toylar, xeyirli işlər keçirəsi. Yaxşı girişdə bir dənə, belə bir dənə dəmir qapısı da var. Və daxil olur. Baxın dostlar, bax evin altına baxın, geniş, necə bir böyük dostlar, baxın, bax, əl dəymə, tullansam heç əlim dəyməz ora, hara dəyər ora. Deməli, inşallah kabelləri, işıq sistemi ən yaxşı şnurlarla çəkilib, məsləhətli ustalar tərəfindən çəkilib. Baxın dostlar, deməli, bu evin 2 otağı hazırdır, 2 otağı da inşallah hazırlamaq. Bax, pilləkəni beton. Bismillah deyib qalxır yuxarı. Qalxırıq belə yuxarı. Dostlar, çıxanda bax bu belə bir dənə koridor. Bura çıxan kimi. İnşallah burada sizə göstərim sanitar qovşağı ilə sanuzeli. Baxın. Sanitar qovşağı, sanuzeli. Başa kimi kafili vurulub. Çox gözəl vəziyyətdə. Və dostlar, daxil olaq koridora. Burada bir dənə otağımız bax. Aboy vurası vəziyyətdədir, hazırdır da, yəni şpakulyovkadan çıxıb inşallah. Başda bir dənə peçimiz yanır. İsti evlərdir dostlar. Gir yaşa isti evlərdir. Bir dənə böyük ailə üçün çox məsləhətdir. Oğlu, qızı olanlara hamıya toy qismət eləsin inşallah. Çox gözəl evlərdir, həqiqi. Mənə çox xoşuma gəldi. İndi inşallah dostlar, bu 2 otaq dediyim kimi. Burada da bax, mən dediyim hazır olmayan, baxın. Buranın polopatologu vurulmalıdır. İkisi rigerlər görür. Dostlar, patologlar da yaxşı hündürdür ha. Patologlar da yaxşı hündür işləyiblər. Dostlar, çorni polu görürsünüz. Qəşəng çorni pol. Demirəm, adam özü üçün eləyib, kondisioneri də var. Adam özü üçün eləyib, yəni bu satmaq fikri ilə eləməyib buranı. Baxın dostlar, geniş otaq. Və dostlar, mətbəxdə görürsünüz, mətbəx hazır vəziyyətdədir. Baxın. Yəni bu kuxna mebel qalır, o zaten bu sökülən şey deyil, amma əşyaların bəziləri qala bilər. Yəni ki, danışıqdan asılı şeydir inşallah. Danışarsız gələndə baxanda çox patologlar çox hündür, çox gözəl dostlar, həqiqi. Çox belə məsləhətli evlərdir. Buradan da ətraf, buradan gözəl bizim məscidimiz görünür. Tala məscidin bax, qülləsi görünür, baxın. Dağların panoraması. Dağlar buradan hər yer görsənir. Nə qədər mənzərə gözəldir, baxın. Çox məsləhətli yerdir. Və əziz dostlar, qapılarda görürsünüz, təzə. Şokolad rəngində. Təzə müasir qapılar da salınıb inşallah. Yəni, gir yaşa evdir də. Bugün gir yaşa, inşallah 2 otağımız hazır. O qalan 2 otaqda inşallah yaşaya-yaşaya düzəltmək də olar. Dostlar, 1-ci mərtəbəsində dediyim kimi kanalizasiya sistemləri hamısı çəkilib də. Betonun qalınlığına baxın, bir dənə fikir verin. Zəlzələyə davamlı, hər cür tikilib. Kanalizasiya sistemi, hər şey çəkilib. İndi gələk dostlar qiymətə. İnşallah, bu gözəl, bizim bu gözəl evimizə qiymət 70.000 deyilir. Deyilən qiymət 70.000. Kupçası var, layihəsi var. İnşallah kim alacaqsa sahibi deyir ki,
Naxadı gidib o layihəni nə eləyirəm? Evində tək pasportunu hazırlayıb verəcəm Kupçanın. Amma Kupçası var ha. Həyət Kupçalıdır. Həyətyanı Kupçadır. 3,3 yerdir. 3,3 yerdir. 70.000 manat deyilir. İnşallah. Yəni ki, real alıcıya orada cüzi endirimdən razılaşma olacaq. Tam Story'nin yanı. Buradan çıxdın evi Tam Story'ye 1 dəqiqə oradasan da peşkom. Yəni baxanda görsənir burada. Dostlar, kim istəyirsə bu evi inşallah 077 512 74 76 nömrəsinə zəng eləyin. Ətraflı gəlin, maraqlanın. Sizi evi də göstərək, tanış deyilək inşallah. Alana da satana dostlar. Allah'tan xeyirlisi. Sağ olun.